Salam aleyküm, hər vaxtınız xeyirli olsun. Geldim çatdım kendimize. Laçın rayonunun Alqulu kəndi və öz evimizin arka tarafındayım hal-hazırda. Mən əvvəllərdə evimizden buralardan video çekip paylaşmıştım ama bir daha paylaşıram indi. Düzdür, hər tərəfi cəngəl basıb, qanqal. Ama yine de doğma yurdumuza gelmek, buranın havasını qoxlamaq, udmaq özü bir nimətdir, böyük nimət. Bak bu gördüğünüz bizim evin arka divarıdır. Arka divarıdır. Bu da sol tarafta hamamın yeri durur. Burada təndirxanaydı. Həyətimiz girməli deyil. Tamam cəngəl basıb. Kapıya giriş buradan. Gelin o tarafı göstereyim size. Burada bu çala yerde tövle vardı. Həyətimize giriş bak buradandı. Bu tut ağacının yanına bak buradan girerdik həyətə. Şimdi bu cəngəllər olan yer ve evimizin evvel girişi buradandı yanına. Yandan sonra qabaq tərəfdən bileken örüldü ve giriş qabaqdan oldu. Bak buralar bizim həyət. Bu tut ağacı görürsünüz quruyub indi. Quruyub bu tut ağacı bizim uşaqlığımızın xatirəsidir. Bak o əyri qanatdan yerlənçə asıb orada yerlənərdik. Bu mübarək məkan, mənim üçün mübarək məkan. Mənim doğulduğum, atamın doğulduğu həyət, doğulduğu yer. Ailemizin 1992 ile kadar yaşadığı evdi bura. Böyle. Bizim üst tarafımızda bu İnqilab əmimginin evidir, rəhmətlik. Bu onların məhəlləsidir. Böyle buranın yoludur. Evin arkasından giden yol. Bak böyle. Evimiz hakkında bu kadar. Sağ olun, inşallah görüşürüz.